Tovuz rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Ford markalı yük avtomobilinin sürücüsü 25 yaşlı Fərid Tağıyev idarəetməni itirərək əvvəlcə elektrik dirəyinə, sonra isə ağaca çırpılıb, nəticədə o həyatını itirib. Goranboyda yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı 1969-cu il təvəllüdlü S. Hakkiməz idarə etdiyi Iveco markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarə etmədən çıxıb, nəticədə yük avtomobili magistral yolunun dəmir ara kəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol təsərrüfatlarına ciddi ziyan dəyib. Yük avtomobilin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa yük avtomobilindən 1 tona yaxın yanacaq yola tökülüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Yolda dağılan yanacaq yuyulub. Faktla bağlı araşdırma aparılır.